Bu günləri müəllimlə işə qəbul imtahanından belə bir sualın izahına baxacağıq. Deməli bizə belə bir ədəd verib və bu ədəd 16-lıq sayı sisteminə çevrilərsə, alınan ədəd hansı rəqəmdən başlayır deyə bir sual verilib. Deməli biz ilk öncə nə idi? Həmin bu ədədi, baxın, bu ədədimizi biz ikili sayı sistemində ifadə edirik. Necə ifadə edəcəyik? Baxırıq ki, böyük bir ədəddir, düzdürmü? Gəlin buna kiçik bir nümunə üzərində ilk öncə baxaq. Məsəl üçün 2 üstü 4, üstə gəl 2 üstü 3, 2 üstü 2, 2 üstü 1 və 2 üstü 0. Mən hər zaman belə böyük bir məsələlər olarkən bunları öz, belə deyim, kiçik bir maketini deyim, belə deyim, elə bir şey edib üzərində hesablamaları aparıb daha sonra aldığım həmin o tətbiqi böyüyün üzərində tətbiq edirəm ki, dəqiq əmin olum ki, cavab düzmü alınır ya yox. Yəni belə baxıb fikirləşib də tapmaq olar əslində bilən adamlar üçün. Amma dəqiq bilməyən də belə yoxlamaq olar. Deməli 2 üstü 4, 2 üstü üstə gəl 2 üstü üst və s. bunu belə yazdıq. Biz indi nə edək? Bunu ikili sayı sisteminə keçirək, düzdürmü? 2 üstü 4 ikili sayı sistemində necə yazılır? 1, 0, 1 bölündə neçə dənə 0 olacaq? Qarşısında 4 dənə 0 olacaq, düzdürmü? Sonra 2 üstü 3 toplayırıq, düzdürmü? Toplayaq 2 üstü 3 dənə 0 olacaq. 3 dənə 0 olacaq. 1, yanımda 3 dənə 0. 2 üstü 2-də də həmçinin 2 dənə 0. 1 dənə 0, 2 üstü 0 ilə 1 yazılır. Bunları toplasaq elə nə olacaq? 1, 1, 1, 1, 1. Və biz bunu elə normalda nömrələmə necə aparılır? Soldan sağa, düzdürmü? Biz bunu nömrələsək, baxın 2 üstü 0, üstə gəl 2 üstü 1, üstə gəl 2 üstü 2, üstə gəl 2 üstü 3, üstə gəl 2 üstü 4. Eyni şey oldu mu? Demək ki, biz burada hansı nəticəyə gələ bilərik? Ardıcıl olaraq baxın gedir 4, 3, 2, 1. Yəni belə deyim, zəncir qırılmırdı. Normal olaraq ardıcıl olaraq gedir. Biz burada belə bir nəticəyə gəlirik ki, nə edəcəyik indi biz burada? 4-dən 0-a qədər gedir. Düzdürmü? Neçə dənə 1 olmuş oldu bizdə? 5 dənə. Ardıcıl olan halda bizdə ədədimizi ilk başda nə veribsə, həmin o ədədin üstünə 1 gəlsək, o qədər bizdə 1 olacaq. Tamam mı? Demək ki, bizdə neçə dənə 1 olmuş olacaq? 2 üstü 86-dan ta gedir 2 üstü 0-a qədər. Hamısını toplasaq neçə dənə 1 olmuş olacaq? Ümumi bizdə 87 dənə 1 olmuş olacaq. 1 olacaq. Baxın burada da 2 üstü 4-dən 2 üstü 0-a qədər hamısını topladıq. Neçə dənə 0 olmuş oldu? 5 dənə. Qısa yol olaraq da tapanda 4-ün üstündən 1 gəlirik. Deməli 5 dənə bizdə 1 olacaq. İndi biz tapdıq ki, bu ədədimizi ikiliyə çevirəndə tapdıq ki, 87 dənə 1 var. İndi 87 dənə 1 olan ikili sayı sistemindən 16-lıq sayı sisteminə çevirək. Biz demişdik ki, ikili sayı sistemindən 16-lıq sayı sisteminə çevirərkən nə edirik? Həmin o ikili ədədimizi biz 4-4 ayırırıq. Məsəl üçün bunu ayırsaq, nə edirik? Sağdan başlayırıq, sola doğru 4-4 ayırırıq. 1, 2, 3, 4. Hardan ayırırıq? Buradan. Sonra baxırıq ki, ardı nədir? Yoxdur. Yoxdursa, deməli, bizim bu hissəni tapırıq. Nömrələməni necə aparırdıq? Nömrələməni. Deməli, 1, 2, 4, 8 qaydası. Yəni, baxırıq, hansılar 1-dirsə, onun üstlərini toplayırıq. 8 üstə gəl, 4 üstə gəl, 2 üstə gəl, 1. Elə də bizdə neçə? 16-lıq sayı sistemində F verir. Burada da elə 1 qalıb. Bunu elə 4-ə tamamlasaq, bölünə 3-dən 0 artırmalıyıq. Buna da elə nə olacaq cavabımız? 1. Yəni 1 F verir bu. İndi biz bunu burada yazmalıyıq. Demək bizim neçə dənə birimiz var? 87 dənə birimiz var. 87 dənə biri biz burada yazıb 4-4 ayırsaq çox uzundur. Ona görə qısa olaraq nə edirik? Baxın, burada neçə dənə birimiz var? 5 dənə bir var. 5-i 4-ə bölsək, tam hissəmiz nə olur? 1. Qalığımız nə olur? O da 1. Düzdürmü? Demək ki, bizim 4-ümüz, tam hissəmiz bir dənədir. Yəni, F-imiz bir dənədir. Ən solda da bir dənə nəyimiz var? Birimiz var. Qalıqda nə var? 1.
Demək ki, ən sonda bir dənə birimiz var. Bircə dənə bir. Bu da nəyə verdi? Biri. İndi həmin o şeyi burada tətbiq eləyək. 87 bölək 4-ə. Elədi bizdə tam hissəmiz nə? 21. Düzdürmü? Qalığımız nə olacaq? Qalığımız da olacaq 3. Deməli bizdə 21 dənə F var. F. 21 dənə. Neçə dənə 3 var? 3 dənədən 3 nədir? Üzr istəyirəm. Neçə dənə 1 var? 3 dənə də 1 var. 1, 1, 1. 3 dənə də 1'imiz var. Bu da çevirsə indi ikili say sistemində də 16 say sisteminə çevirəndə toplayırıq bunları. Baxın, harda 1 varsa ancaq onları toplayırıq. Bu 0'dır. 0'dır deyə biz bu 8'i toplamırıq. Harda 1 varsa onları toplayırıq. 4 üstügən 2 üstügən 1. Bu da elədi 7. Hansı ədəddən başlamış oldu? 7 ilə. 7 yanında da 21 dənə F. Cavabımız nə oldu? 7. Vəssalam. Biraz çox qarışıq yazıldı. İnşallah ki, başa düşdü sana.